Brad Pitt bədəninə nə qədər vaxta sahib ola bilərsən? Bu bədən quruluşuna sahib olmaq o qədər də çətin bir proses deyil. Həm ev şəraitində, həm zal şəraitində məşq edərək 1-2 il ərzində bu bədən quruluşuna sahib ola bilərsən. Burada əsas faktorlardan biri yağ faiziinin az olmağı. Çağatay Ulusoy bədəni. Bu bədən quruluşuna da məşq edib çatmaq üçün minimum 3-5 il vaxt lazımdır. Təbii ki, burada da əsas məsələ düzgün qidalanma, düzgün yuxu və disiplinli bir məşq planıdır. Cristiano Ronaldo bədəni. Bu bədənə sahib olmaq milyonların arzusudur. Təbii ki, bu cür bədənə sahib olmaq bir futbolçu üçün üst leveldir. Bu bədənə sahib olmaq üçün Cristiano Ronaldo'nun günlük rutinini biz kontrol etsək, onun şəkərsiz, alkoqolsuz, vaxtında yatıb, vaxtında durduğunu və disiplinli şəkildə, davamlı şəkildə məşq etdiyini görərik. Cristiano Ronaldo'nun 41 yaşı var və bu bədən forması bizim gözümüz önündə yaradıb. Bu cür bədənə də sahib olmaq minimum 5-8 il vaxtımız alır. Scott Atkins, yəni Yuri Boyka kimi tanıdığımız aktyorun bədəni. Bu cür bədən növünə sahib olmaq üçün minimum 5-8 il idman təcrübəsi lazımdır və təbii ki, paralel şəkildə düzgün qidalanma, düzgün yuxu, stressiz həyat, yaxşı bir genetika mütləqdir. Mənə görə Yuri Boykanın bədəni xüsusi preparatlarsız bu cür vəziyyətə gəlməsi mümkün deyil. Amma natural şəkildə dediyim kimi minimum 5-8 il ərzində idman etmək lazımdır və təbii ki, genetikanın mükəmməlliyi burada rol oynayır. Çünki gördüyünüz kimi Scott Atkins'in bədəni simmetriyası mükəmməldir. Bütün əzələləri sanki əldən çəkilib, düzdür. Dediyim kimi, xüsusi preparatların burada olmaması mümkün deyil. Amma yenə də natural şəkildə mütləq və mütləq minimum 5-8 illik vaxt lazımdır. Gördüyünüz kimi, sadaladığım bütün bədən növlərinin hamısına sahib olmaq olar. Sadəcə və sadəcə onların hamısının düzgün və ortaq bir nöqtəsi var. Yaxşı genetika, xüsusi məşq planı, düzgün qidalanma, düzgün yuxu və düzgün istirahət. Bəs siz hansı məşhurun, hansı aktyorun bədən növünə sahib olmaq istəyirsiniz? Şərhlərdə qeyd edin.